Mən Rəşid Məmmədov, Yunanistan Respublikasının Salonik şəhərində Qala Yunanistan-Azərbaycan Dostluq Cəmiyyətinin həm təsisçisi və sədriyəm. Qərbi Azərbaycanın Pəmbək mahalının Heydərli kəndində anadan olmuşam. 1980-ci illərin sonlarında Ermənistanla olan məlum münaqişə üzündə doğma yurdumuzdan didərgin düşmüşük. Bakıya köçmüş, hazırda isə ailəmlə birlikdə Yunanistanda yaşayıram və Azərbaycanlı icmasına rəhbərlik edirəm. Həyatım boyu torpağıma, dilimə və mədəniyyətimə bağlılığımı qorumağa çalışmışam. Həyatımın çox hissəsi qürbətdə keçib. Amma bütün qəlbimlə, ruhumla, mədəniyyətimlə Azərbaycanlıyam və Qərbi Azərbaycandan olmağımla qürurla etiraf edirəm. Heydərli kəndi mənim üçün ilk olaraq bir mənsubiyyət duyğusudur. Bu kənddəki evimiz və kəndin küçələri ancaq o mənsubiyyətin daşıyıcılarıdır. O his, uşaqlığımın saflığı, səbəbsiz xoşbəxtliyim, varlığımın formalaşdığı məkandır. Orada hər mövsümün öz rəngarəngliyi, gözəlliyi vardır. Yazda insan ruhuna oxşayan yaşıllıq, payızda rəssam qələmindən çıxmış qızılı sarı xəzan, qışda təmizlik və hüzur duyğulu ağappaq qar, ya isə ağlımda daha çox mavi rəngə assosiasiya olunur. Səmanın rəngi, qayğısız günlərimin açarları, Kənlibel, Leydağı, Sarıboyun, Qaraçoban və o yaylaqlara qalxmalarımız gözümün önündə canlanır, hər zaman göz önündə canlanır. Qərbi Azərbaycanlıların icma quruculuğu, xüsusiyyətləri, qonşuluq və qohumluq bağları indi də deyərdim ki, möhkəmdir. Bunu heç zaman o mühiti görməyən övladlarımıza da aşılayırıq. Bizim kənddə insanlar bir-birinə bağlı yaşayırdı. Səhər tezdən xoruzlar səslənəndə hər evdən tüstü çıxardı. Qonşu ilə hər gün hal-əhval tutmadan keçməzdi. Toylar elə səs-küylü olurdu ki, qonşu mahallarda da eşidilərdi. Toylar bəzən günlərlə davam edər, ağır zurna sədaları altında hər kəs oynayırdı. Yaslarda isə yaxın uzaq hər kəs iştirak etməyə çalışardı. Bir kəsin vaxtsız ölümünə bütün kənd bir ailə kimi yas tuturdu. Hər şey qarşılıqlı hörmət və yardım üzərində qurulmuşdu. Bayramlarda böyüklər ziyarət olunar, uşaqlar şənliklərdə sevinərdi. Hər kəs bir-birinə şirniyyat paylardı. Bilirsiniz, deyirlər, dağlarla böyümüş insan səbirli olar. Bəli, o mühit, o il bizdə səbir, torpağa, ənənəyə, insana, ailəyə, sədaqət, namus, qonaqpərvərlik, zəhmətkeş və torpağa bağlılıq dəyərlərini formalaşdırdı. Çörəyin, suyun, əməyin qədrini bilməyi öyrətdi. Təvazökarlıq verdi. Çünki orada heç kəs özünü başqasından üstün tutmurdu. Həmçinin öz dilini, dinini, mədəniyyətini qorumağın nə qədər vacib olduğunu anlattı. Bugün də biz eyni dəyərləri özümüzdən sonra gələn nəsillərə aşılayırıq. Baba və nənələr, kəndin ağsaqqalları danışardı ki, Pəmbək mahalı əvvəllər tamamilə Azərbaycan ellərinin yurdu olub. Hər kəsin öz obası, mal-qarası, yaylaqları varmış. Həmçinin mahalın adı ilə bağlı deyilənlərə görə Pəmbək adlı bir ağsaqqal orada yaşayıb. Haqqı ədaləti ilə tanınıb. Ağsaqqallar danışırdı ki, rəvayətə görə bu torpaqların altında qədim şəhərlər var. Amma vaxt onları udub. Kəndimizdə Qoşa qaya deyilən bir qaya və qəbristanlığın yanında daşdan düzəldilmiş fərqli heyvanların daş baba qalıqları var idi. Heydərli qəbristanlığı eşitdiyimə görə yerlə yeksan edilib. O daşların kitabələrinin üstü silinib, bəziləri isə başqa tikillərdə işlədilib. Bugün o izlərdən əsər əlamət qalmayıb. Təəssüf ki, zamandan o yerlərə heç cür baş çəkmək imkanımız olmadı. Kənddəki qəbristanlığın aqibəti haqqında yalnız duyğularımızla kifayətlənirik. Yerli əhalinin köçürülmə prosesi ailəmizdə də daimi qorxu və köklərimizdən ayrılma travması bıraktı.
Hətta sonraki nəsillərdə belə doğma yurdun həsrəti bir yara kimi qaldı. Kimsə öz doğma kəndindən didərgin düşəndən sonra heç vaxt tam məskunlaşa bilmədi. Sanki ayaqlarının altı həmişə boş qaldı. Mən çox gənc olsam da böyüklərin necə diksinərək yaşadığını görürdüm. Bu proses bizi zorla kökümüzdən ayırdı. Ümid çox zəif idi. Bəlkə bir neçə günə qayıdarıq deyə düşünürdüm. Ancaq zamanla başa düşdüm ki, geri dönüş olmayacaq. Geride qoyduğum bu Heydərli kəndi, bu Pəmbək mahalı, bağlar, küçələr, uşaqlıq illərim və bütün xəyallarım, bunların hamısı mənim üçün ən ağır xatirədir. Məni dinləyənə və Qursallı TV'nin bütün əməkdaşlarına, dünyadakı Azərbaycanlılarına, uzaq Yunanistandan kucak dolu salamlarımı çatdırıyorum.